Niyə İmam Həsən əleyhissalam sülhə razı oldu? Əgər erkən İslam tarixində İmam Əli əleyhissalam və onun oğulları İmam Həsən və İmam Hüseynə əleyhimussalama zalım siyasətləri ilə ən çox çətinlik yaradan bir şəxs varsa, o da Əbu Süfyanın oğlu Müaviyə idi. Tez-tez verilən suallardan biri budur. Nə üçün İmam Həsən əleyhissalam Müaviyə ilə sülh bağladı? Halbuki onun qardaşı İmam Hüseyn əleyhissalam sonraki illərdə Yezidə qarşı qiyam etdi. Məyər İmam Həsən əleyhissalam öz mövqeyində zəif və müdafiəsiz idimi? İmam Həsənin mövqeyini anlamaq üçün onun şəraitinin atası və qardaşının şəraitindən fərqli olduğunu göstərən iki əsas amili araşdırmaq lazımdır. Birincisi, İmam Həsənin tərəfdarları və sahabələri artıq aylarla Müaviyyəyə, eləcə də Xavaricə qarşı İmam Əlinin rəhbərliyi altında döyüşmüşdülər. Onlar həmçinin İmam Həsənin xilafəti dövründə də aylarla döyüşmüşdülər. Bu insanlar yorulmuş, Müaviyyəyə qarşı döyüşü davam etdirmək üçün ciddi motivasiyalarını itirmişdilər. Əgər İmam Həsən əleyhissalam ruhdan düşmüş bir ordu ilə döyüşü davam etdirsəydi, bu qaçınılmaz məğlubiyyətə gətirib çıxarardı. Müsəlman dünyasının xəlifəsinin hərbi məğlubiyyəti baş verərdi. İmam Həsənin bir çox səhabə və tərəfdarları əsir alınar və ya sadəcə edam edilərdi. Bu vəziyyət İmam Hüseyn əleyhissalamın şəraitindən tamamilə fərqli idi. O, xəlifə deyildi. O, Yezidin xilafətini və siyasətlərini səmimi şəkildə tənqid edən bir şəxs idi və Kərbəla döyüşündə haqsız yerə şəhid edildi. İmam Hüseynin şəhadəti müsəlman cəmiyyətinə böyük təsir göstərdi və Bəni Ümeyyə xilafətinin süqutuna təkan verdi. Halbuki İmam Həsənin ordusunun hərbi məğlubiyyəti iki ordu arasında adi bir döyüş kimi qəbul edilər və eyni təsiri göstərməzdi. İkincisi, İmam Həsənin sahabə və tərəfdarlarının xarakteri İmam Hüseynin sahabələrindən çox fərqli idi. İmam Həsənin tərəfdarlarının bir çoxu Müaviyə tərəfindən rüşvətlə ələ alına bilərdi və dünyəvi mənfəət naminə imamı asanlıqla tərk edə bilərdilər. Hətta bəzi satılmış sahabələri onunla olan fikir ayrılıqlarına görə imamın ayağından bıçaqla yaralamışdılar. Bu hal İmam Hüseyn əleyhissalamın sahabələrinin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Onlar son nəfəsinədək onu sarsılmaz şəkildə müdafiə etdilər. Deməli, İmam Həsənin tərəfdarlarının zəifliyi onu Müaviyə ilə sülh bağlamağa vadar edən digər bir səbəb idi. Tarixi fakt budur ki, Müaviyə ilə bağlanan sülh İmam Həsən əleyhissalama məcbur edilmişdi. Demək olmaz ki, imam bu sülhü təşviq etmiş və ya ondan razı qalmışdı. İmam Həsənin qısa xilafəti dövründə o Müaviyyənin ordusu ilə döyüşə girmiş və nisbətən uğur qazanmışdı. Lakin qeyd olunan səbəblərə görə elə bir məqam yetişdi ki, imamın sülhü qəbul etməkdən başqa seçimi qalmadı. O dövrdə müsəlman mənafeyi baxımından bu ən uyğun qərar idi və başqa real çıxış yolu yox idi. Nəhayət, imamın bu qərarı belə Müaviyyənin zalım və xəyanətkar simasını üzə çıxardı, o müsəlman dünyasının haqq xəlifəsinə qarşı uzun müddət və böyük sərvət sərf edərək mübarizə aparan bir üsyankar idi.